Dövlət hesabına hüquqi yardım göstərən vəkillərin ödənişi 2 dəfəyədək artırılıb. Bu barədə Vəkillər Kollegiyası Rəisət Heyətinin geniş tərkibli iclası və vəkilliyə namizədlərin təntənəli and içmə mərasimində məlumat verilib. Bildirilib ki, qarşıda duran əsas hədəflərdən biri regionlarda vəkillərin, eləcə də xanım vəkillərin sayının artırılmasıdır. Qeyd olunub ki, son illərdə Vəkillik İnstitutunda islahatlar sürətlə aparılır. Az təminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilir. Bu dəfə isə 92 namizəd and içərək kollegiyaya üzv olub. Onlardan 60-ı kişi, 32-si isə qadındır. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2700-ü keçib. Kollegiyanın iclasında bir sıra üzvlər təltif olunub. Və çalışacaq ki, o mərasimdə yadda qalan olsun. Digər ölkələrdə, cəmiyyətlərdə də vəkillər İlin sonuna kimi ölkədə vəkillərin sayı 3000 nəfərə yaxınlaşacaqdır. Və beləliklə, hər kəsin yüksək keyfiyyətli, peşəkar, hüquqi yardıma çatımlığı daha da yaxşı şəkildə təmin olunur. Vəkillər Kollegiyasında ilk dəfə olaraq hanım vəkillərin sayı 21%-ə bərabər olacaqdır və artıq hanım vəkillərin sayı 600-ə yaxınlaşır. Bu da çox önəmlidir və biz hesab edirik ki, bu gender bərabərliyi də peşəmizdə tam təmin olunmalıdır.